Salam, bugün çox dadlı və yumşaq bulka hazırladım. Bunun üçün 2 ədəd yumurta, 200 qram şəkər tozu, 1 paket vanilin, 10 qram instant maya, 2 stəkan süd və 6 stəkan unu qarışdırıb yumşaq bir xəmir yoğurdum. Xəmiri 1 saat dincəldikdən sonra 2 hissəyə böldüm. Mən hissələrin birinə biraz kakao əlavə etdim, siz etməyə də bilərsiniz. Daha sonra xəmiri balaca kündələrə böldüm. Bu dəfə bulkalara ürək və bant forması vermək qərarına gəldim. Bunun üçün kündəni açıb, üzərinə yağ çəkib, şəkər tozu səpib, videoda gördüyünüz kimi bükdüm. Üzərinə yumurta, süd və vanilin qarışımını çəkib, 200 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirdim. Hazırlayıb yeyən hər kəsə nuş olsun.